Salam şagirdlər, bu videoda Güvən 8-dən funksiyalar mövzusunun B variantının bütün testlərin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq uşaqlar B variantının birinci sualından. Bizə deyir x bərabərdir 1, y bərabərdir 2, x bərabərdir 6, y bərabərdir 5. Düz xətlər arasında qalan düzbucağın sahəsini tapın. Uşaqlar, biz düzbucaqlı koordinat sistemi çəkək. Burada çalışaq ki, indi bunu dəftərdə daha yaxşı etmək mümkündür, amma burada açıqdır deyə biraz çətinlik ola bilər çəkərəm. Gəlin x-in biri, tutaq ki, deyək ki, bir vahid olsun bura. Bir. Y-in ikisi də olsun bura. Buradan bura. Deməli, bu nöqtə buradadır. Sonra deyir x-in 6'sı 2 bura, 3 bura, 4 bura, 5 bura, 6 ise olsun bura. Y-in ise 5'i. 3, 4, burası 5. Burada təsvir edək ki, buradır. Bu burada bir nöqtədir. İndi bu nöqtələri birləşdirək. Alındı bu düzbucaqlı, düzdür. Buranın eni nədir? Bura 5'dir. Buradan bura, burada 1. 2'dir də, düzdürmü? 5'dən çıxıram 2'ni, bura eləyir 3. 6'dan çıxıram 1'i, bura eləyir 5. İndi bu düzbucağının sahəsini bizdən soruşur. Sahəsi nə olar? Düzbucağının eni bura uzunluq deyildi. Yəni 3 vur 5 bərabərdir 15. Cavabımız olar A variantı. Sual 2'də isə y bərabərdir 3x çıxab 12 düz xətti ilə və koordinat oxları arasında qalan üçbucağın sahəsini tapın. Gəlin bunun qrafikini quraq uşaqlar. X-a 0 deyək. Görək bu y harda kəsir. Alırıq nə? X-a 0 desək y bərabərdir 3 vur 0 çıxaq 12. Alırıq mənfi 12. Düzdür. Y aldıq mənfi 12. Y-ə 0 deyə görə x-i harda kəsir? X bərabər nə alarıq? Tənlik yazaq. 3 vuraq x çıxaq 12 bərabər 0 desək. Alıram 3x bərabər 12. X bərabər 4. Deməli y-ə 0 deyəndə x harda kəsir? 4-də. Deməli, gəlin o qrafikimizi çəkək. Bu olsun bizim həmin qrafik. Y burada, x burada. Absissox ordinat. İndi isə y-in mənfi 12'si 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 olsun 12 də bura. Y-in mənfi 12'si buradır. X-in isə 1, 2, 3, 4 olsun bura. İndi bu nöqtələri gəlin birləşdirək. Düz xətlə. Yox, düz xətt olmadı. Gəlin elə çəkim ki, çalışım, birləşdirim. Təqib bura 4 bura deyək də. Bura olsun 4. Burada oldu mənfi 12. İndi baxın uşaqlar, burada bir düzbucaqlı üstbucaq alınıb, düzdürmü? Bizə deyir ki, düz xətti ilə bu düz xətt çəkdik və koordinat oxları x ilə y oxudda. Yəni burayla buranın deyir ki, oxlar arasında qalan üçbucağın sahəsi. Bizə bax bu ştrixlənmiş hissənin sahəsini deyir. Deməli bu tərəfimiz 4'dür. Məsafə olaraq burada 12'dir, düzdürmü? 0-dan mənfi 12'ə nə edir? 12 ilə də məsafə olaraq. Deməli bizim bir üçbucağımız var. Oturacağı 4'dür, hündürlüyü 12'dir. Sahəmiz nə olacaq? 4 vuraq 12 bölə 2. Yəni 2'də bir dənə AH. Bu bizə nə verir? 24 santimetr. Yox, santimetr yox. Burada ölçü yoxdur. Yəni metr, santimetr yox. Burada cavabımız 24. Yəni cavabımız olar A variantı. Üçüncü sualda isə deyir ki, K1 fərqli bərabərdir K2-dən. Sonra deyir B1 bərabərdir B2. O da fərqlidir deyir 0-dan. 0-dan fərqlidir. Yəni B'lərimiz var. Olarsa y bərabərdir K1x üstə gələk B1 və
Y bərabərdir K2x üstəgəl B2 düz xətləri üçün aşağıdakılardan hansı doğrudur? Hansı doğrudur? Deyir ki, üst-üstə düşür. Üst-üstə düşməsi üçün uşaqlar K'lar və B'lər bir-birinə bərabər olmalı. Bu yanlışdır. Sonra deyir ki, paraleldir. Xeyr, paralel olması üçün nə idi? K'lar bərabər olmalıydı. Paralel deyil. Aha, C'yə baxaq. Deyir ki, 0 B1 nöqtəsində kəsişir. Aha, bunu saxlayaq. D'yə baxaq. D'də deyir B1 0 nöqtəsində kəsişir. Xeyr, bu yanlışdır. Niyə? Baxın uşaqlar, bizim funksiyamız necə idi? Düz xəttin tənliyi y bərabər kx üstəgəl b idi, düzdürmü? Biz burada x-a 0 dedikdə bu olur 0. Y nəyə bərabər olur? B-yə. Baxın, burada alıram y bərabərdir b. Funksiyanın üzərində y-i hər hansı müsbət b-də tutaq ki, kəsir deyək. Misal üçün deyirəm, düzdürmü? Burada kəsir b-də. Düzdür, onda y-imiz olur b, x-imiz olur nə? 0b. Doğrudurmu? 0b olur. Deməli, bunlar fərqi yoxdur. K'lar fərqlidirsə, növbətdə belə keçir də, düzdürmü? Bu, tutalım ki, deyək, bu bunun kimi keçir, bu isə bunun kimi keçir. Harada kəsişirlər? 0b nöqtəsində kəsişirlər. Bu olur cavabımız C variantına baxın. 0b nöqtəsində kəsişirlər. Bu doğrudur. Dördüncüdə isə, amma D variantında üzr istəyirəm, bizə verib x-i verib B1. Axı x nöqtəsinin üzərində, yəni apistoxun üzərində kəsişmirlər axı. Ordinatov üzərində kəsişirlər. 4-də isə bizə verib x bərabərdir 0. Bu yenilənməni dayandıra bilmirəm ki mən. X 0, y 0. Daha sonra x bərabərdir a. Bir də y bərabərdir 3. Düz xətlər arasında qalan düz bucağının perimetri 10 olarsa a-nın müsbət qiymətini tapın. Aha. Uşaqlar, koordinat sistemi çəkək, düz bucaqlı koordinat sistemi. Bu olsun ordinatofu, bu da apistoxdur. Bizə deyir ki, x-in 0'ı, y-in 0'ı haradır? Koordinat başlanğıcıdır. Bunu bilirik. Sonra x-in a-sı olsun da ki, burada müsbət deyir deyə, baxın. X-i deyir müsbətdir. Onda a nədir? Müsbətdir də. A müsbətdir, ona görə koordinat başlanğıcını sağ tərəfdə yazdım. Y isə deyir nədir? 1, 2, 3'dür. Bura 3'dür. Bizə deyir ki, demək, 4-cü sualda da arasında qalan düz bucağının perimetri 10 olarsa. Aha, perimetri bizə verib 10 olarsa, düz bucağının 10 olursa a-nın müsbət qiymətini tapın. Aha, a bilmirik nədir? Gəlirəm bu 3 ilə bu a-nı kəsişdirirəm. Ta ki, həmin nöqtə bura nöqtə. Düzdür? Burada belə bir düz bucaqlı alınıb. Diqqət edin, bax, belə bir düz bucaqlı alınıb. Bura 3'dür. Amma buranın nə olduğunu bilmirik. A məsafəsi də 0-dan a-ya qədər a məsafəsidir. Deməli, mən 3'ün üstünə a gəlib 2'yə vursam, mənə perimetri verər. Perimetri 10'dur. Burada nə oluram? 3 üstə gəl a bərabərdir 10 bölü 2, yəni 5. Onda a bərabər nəyə? 5 çıxaq 3, yəni 2. Deməli, a 2'yə bərabər imiş. Cavabımız olar D variantı. Daha sonra 5'ə baxaq. 5'də bizə deyir y bərabərdir 2x çıxaq 4 və y bərabərdir x üstə gəl 2. Düz xətlərinin kəsişmə nöqtəsinin apsisini tapın. Aha. Biz 2x çıxaq 4'ü x plus 2'yə bərabər götürməliyik. Burada alacaq nə? 2x çıxaq x bərabərdir 2 plus 4. Burada alacaq x bərabərdir 6. Apsislər oldu nə? 6. Cavabımız olar 6 var. Bəli, A variantı. 6-cı sualda isə deyir ki, y bərabərdir 2x üstə gəl 1, bir də y bərabərdir x plus 4. Xətlərin kəsişməsinin ordinatını tapın. Uşaqlar ordinatını tapırdıysa, onda x-ləri bərabər götürməliyik də, düzdürmü? Onda nə edirik? Bunu x-a görə, y-ə görə həll edirəm, y-ə görə. Daha doğrusu x-a görə. Y-ə görə zaten həll olunub. Yazıram 2x bərabərdir nə? Y çıxaq 1. Onda x bərabər nə olacaq? Y çıxaq 1 bölü 2. Bunu isə x bərabər nə yazmalıyım? Y çıxaq 4. İndi x-ləri bir-birinə bərabər götürəcəm. Yəni y çıxaq 1 bərabər olmalıdır
2-yə nisbəti bərabər olmalıdır. Y çıxaq 4-ə. Çarpaz vursaq alıram y çıxaq 1 bərabərdir 2y çıxaq 8. Keçirsəm bu tərəfə yazıram -1 + 8 bərabər 2y çıxaq y. Burada alıram 7 bərabərdir y-ə. Bunda y-imiz nə oldu? Ordinat oxu nə oldu? Ordinat demək kəsişmə nöqtəsi ordinat oxunda nə oldu? 7. Cavabımız olar D variantı. 7-ci sualda isə A-nın hansı qiymətində y bərabərdir 2x + 1 düz xətti A və A + 4 nöqtəsindən keçir. A-nın hansı qiymət? Gəlin gətirək yerinə qoyaq. Bu x-imizin qiymətidir, bu y-imizin. Gətirib yerinə qoyuram. A + 4 bərabərdir 2 vuraq A + 1. Sadələşdirək. Deməli, A-nı atıram sağa, müsbət 1-i keçirəm sola. 4 çıxaq 1 bərabərdir 2A çıxaq A. Burada nə alırıq? 3 bərabərdir A-ya. Deməli, A-nın hansı qiymətində? 3 qiymətində. Cavabımız olar C. 8-ci sualda isə y bərabərdir 2x çıxaq 6 funksiyasında x-in hansı qiymətlərində y müsbət olur? Deməli, x-in hansı qiymətlərində y müsbətdir? Gəlin onda y-i sıfırdan böyük götürək də. Y-in sıfırdan böyük halı olacaq 2x çıxaq 6 böyüdür 0. Alacaq 2x böyükdür 6, x böyükdür 3-dən. Deməli, x-in 3-dən böyük qiymətlərində y nə alır? Müsbət qiymət alır. Cavabımız olar D bəndi. 9-cu sualda isə y bərabərdir 3x + 6 funksiyasında x-in hansı qiymətlərində y mənfidir? Deyir, x-in hansı qiymətlərində y mənfidir? Onda y-ni gəl mənfi götürək. 3x + 6-nı mənfi götürsək taparıq. 3x kiçikdir -6-dan, x kiçikdir -2-dən. X-in -2-dən kiçik qiymətlərində y mənfi qiymətlər alır. Cavabımız olar A variantı. 10-cu sualda isə şəkilə əsasən düz xəttin tənliyini yaz. Baxın uşaqlar, şəkli böyüdüm. Biz bilirik ki, y bərabərdir kx + b-dir bizim düz xəttin tənliyi. Axı bizə düz xəttin tənliyinə aid qrafik verib. Və bizim y-imizi harda kəsir? 1-də. Onda b-imiz nədir? 1-dir. Bunu bilirik. X-imizi harda kəsir? -1-dir. Gətirib yerinə qoysam, yazaram y bərabərdir -1 vuraq k üstə gələk b, yəni 1. Burada nə alıram? -k üstə 1 bərabərdir y-in hansı qiymətində 0, daha doğrusu üzr istəyirəm. Deməli, x-in -1 qiymətində y 0 alır. Bu 0-a bərabər götürməliyik də. Bu 0-dır. Burada alıram -k bərabərdir -1. Onda k üzü nədir? 1-dir. K 1-dirsə, onda tənliyimiz olacaq. Y bərabərdir kx, yəni bir dənə x üstə gələk b də 1-dir. Oldu, x üstə gəl 1. Cavabımız olar C1. Bu qədər uşaqlar. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.